Hamıya salamlar. Bugün sizə Grass valyutasını göstərəcəm. Bu Grass airdropunu təqdim edəcəm. Və buradan necə qazanc əldə edə biləcəyimizi göstərəcəm. Ümumiyyətlə burada nələr etmək lazımdır, buradakı fürsətlər nələrdir, hər birini sizə başlayacağam. Amma əvvəla onu deyim ki, mənim bu paylaşımlarımı etməyimi istəyirsinizsə, mənim motivasiyamın necə deyərlər, olmasını istəyirsinizsə, motivasiyam yerində qalmasın, bu kimi airdropları sizə təqdim etməyimi istəyirsinizsə, zəhmət olmasa paylaşacağım linklə qeydiyyatdan keçin ki, mən də görüm ki, bir işə yarayır bu paylaşımlarım. Sizə də mən təqdim edim, siz də paylaşım edə bilərsiniz. Açıq deyirəm, bu referal linklərdir və referal linklər vasitəsilə burada hər birimizin pointi artır, necə deyirlər, xalı artır. Xal vasitəsilə də airdrop alma şansımız artır. İTOK-da yekunda mən çox yüksək miqdarlarda airdrop qazandığımda, yenə də bunu izləyicilərim arasında giveaway sayəsində bölüşdürəcəm, verəcəm, paylayacağam. Onu deyə bilərəm ki, izləmədə qalın və artıq dərəcədə xahiş edirəm ki, paylaşacağım link vasitəsilə qeydiyyatdan keçməyə diqqət edin, Google üzərindən açın. Ki, mən də sizə bu kimi airdropları təqdim edim. Siz də qazanın, biz də qazanaq, hər iki tərəf qazansın və motivasiyamız ölməsin. Bir neçə paylaşım edəcəm. Diqqət yetirənlər olarsa, hörmətlə yanaşıb qeydiyyatdan keçirməyə, linklə qeydiyyatdan keçirməyə diqqətlə yanaşanlar olarsa, davam edəcəm bu işə. Okey, getdik mövzuya. Başlayaq. Bu Grass valyutasıdır. Grass airdropudur. Hətta gəl mən sizə Grass'ın qiymətini də təqdim edim. Qeydə daxil olar. Qeyd birjamıza. Bizim tələbələr buradan bu birja ilə tanışdılar. Tak, biraz açılsın səhifəmiz. Deməli belə. Grass yes. Deməli, Grass valyutası hal-hazırda 0.28 sentdir. Grass valyutasının çox gözəl tərəflərindən biri bilirsiniz nədir? Siz burada airdrop yığarkən, yəni kasarkən, yəni point yığarkən heç bir şey etməyinizə ehtiyac qalmır. Sadəcə daxil olursunuz, sizin Wi-Fi-nizə bağlanırlar. Onu deyim ki, sizin heç bir şəxsi məlumatınız və s. burada overlanmır, bir şey baş vermir. Qlobal necə deyərlər, platformadır. Burada sadəcə sizin internetiniz də zəifləmir, sizin Wi-Fi-yə bağlanırlar. Necə deyərlər, sizin internetinizdən istifadə edirlər, amma onun genişliyindən istifadə edirlər. Ona band genişliyi deyirlər. O termini mən də çox tam başa düşə bilmirəm. Amma yəni narahat olmayın, mən sınamışam. Məndən əvvəl neçə insan sınayıb. İnternet zəifləşməsi baş vermir. Necə deyərlər? Daha sonra internet zəifləməsi baş vermir. Eyni zamanda da sizin şəxsi məlumatlarınız heç bir yerə getmir. Yəni bundan heç bir şəkildə narahat olmayın. Deməli, sadəcə daxil olursunuz. İstəsəz desktop üzərinə extension var. Extension sayəsində açıq saxlayırsınız, point yığır. İstəsəz Android yükləyə bilərsiniz. Bu zaman Android yüklədiyinizdə burada da yazdığı kimi 3x daha yuxarı xal verir. Sadəcə Wi-Fi açıq qalır, özü orada xal yığır, farming edir. Bu xallarda vaxt gəldikdə airdrop paylananda 2026-nın ilk aylarında paylanmalıdır. Paylandığında siz bu xalları Grass valyutasına çevirəcəksiniz və airdrop qazanacaqsınız. Tak, amma ondan əvvəl kошелк'unuzu bağlamalısınız. İndi mən də onu göstərəcəm sizə. Baxın, bu mənim yığdığım xallardır. Sadəcə bu xalları mən 2-3 gün ərzində toparlamışam. Və bu ödüllər qisminə daxil oluruq. Ödüllər qismində baxın, mənim gəldiyim leveldə səviyyədir. Mən səviyyə 3-dəyəm, gümüş səviyyəsindəyəm. Burada səviyyələr var. Tümünü görüntüləyib. Baxın, burada bu kimi səviyyələr var. Bu səviyyələrin hər birinə qalxa bilərsiniz. Və qalxdıqca airdrop alma halınız daha çoxalır. Gəlin bu 130 pointi də götürək. Tak. Əla, götürdük. Deməli belə, ödüllər qisminə qayıdırıq. Baxın, burada mən tak xalımı toparlamışam, bu hissədə görə bilərsiniz. Bununla bağlı mən bir neçə video da atacağam. Əsas mən sizin mərzi izah edirəm. Bir neçə link də atacağım ki, siz tamamilə sistemi başa düşəsiniz.
airdrop məntiqini başa düşəsiniz. Sizə tövsiyə edirəm ki, internetdən də, YouTube-dan da araşdırasınız. Airdroplar nələrdir? Airdrop məntiqi nədir? Daxil olursunuz, birinci Gmail-də qeydiyyatdan keçirsiniz, paylaşacağım link vasitəsilə. Sonra cüzdanınızı bağla qismi var. Cüzdanı bağla qismində sizə mən tövsiyə edirəm Salt Flare Wallet var, Cashlockdur. Bu Cashlockdan da qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra, bunu da linkini bölüşərəm mən sizdə. Qeydiyyatdan keçdikdən sonra gəlirsiniz burada cüzdanı bağlaya klikləyirsiniz. Həmin Cashlockun adı zaten burada çıxacaq. Klikləyirsiniz, extension zaten eklenti deyir. Extension eklenti deməkdir. Cüzdanınızı burada rahatlıqla onaylayacaqsınız. Bağladıqdan sonra vaxtı gəldiyində onayladıqdan sonra hər gün sadəcə kompüter açıq olanda bunun proqramı da var. Göstərim sizə. Baxın, bu proqramdır. Disconnect. İndi mən aktivləşdirək. Grasis Connect oldu. İndi burada prosto özü üçün açıq qalır. Xal yığır. Telefondan da edə bilərsiniz. Androiddən, kompüterdən də edə bilərsiniz. Gündəlik rutin işlərinizi görəndə bu sağda açıq qalsın belə. Özü üçün xal yığır. Necə deyirlər. Və sizin heç bir şəkildə nə məlumatınız gedir, nə də internetiniz gedir. Bu öz üçün qalsın belə. Tak, necə deyirlər. Cüzdanınızı bağlayırsınız burada. Bunun vaxtı gəldiyində mən yeni başlamışam deyə. Mən bundan öncəki, baxın burada Web 2, aşama 2, aşama 1-də airdropu payladılar. Mən sadəcə o vaxtlar etmirdim bunu. Ona görə ki, həmən ərəfələrdə də biz airdrop götürə bilərdik. İndi biz aşama 2-dəyik. Aşama 2-də də 13-cü hissədəyik, 13-cü dönəmdəyik. İndi neçə dönəm gedəcəyini bilmirik. Səhvlənmirəmsə, birinci dönəm 12 ədəd gedib, 12 dönəm gedib, bir dənə də bonus dönəm oldu. Yəni ki, burada 3-4 dönəm gedəcək, onu çox da keçməz və airdrop paylayacaqlar. Siz də cüzdanınız bağlı olanda, vaxt gəldiyində airdrop paylananda mən linki sizinlə bölüşəcəm. Hansı platformada artıq bu videonu görürsünüzsə, istər YouTube, istər Telegram, WhatsApp, harada görürsünüzsə mən linki bölüşəcəm sizlə. Diqqətli olun linklərdə. Linklər aldadıcı ola bilər. Hər hansısa bir linkdən girməyin. Grasın öz rəsmi Twitter səhifəsində, X səhifəsində bununla bağlı Foundation link paylaşırlar. Ona diqqət etmək lazımdır. Yoxsa başqa saxta linklərə girsəz, sizin Cashlock'unuzdakı pulları çəkə bilərlər. Walletdakı bu bura bağladığınız Cashlock'dakı pulları çəkə bilərlər. Tak, indi mən siz də yəqin ki, mənlə bir yerdə başlayacaqsınız. İndi bu airdrop sistemlərinə, airdrop yığmağa indi sizə hər bir şey öyrədəcəm və yavaş-yavaş başlayacaqsınız airdrop qazanmağa. Və uğurlu layihələrin də hər birini sizə göstərəcəm, hansı ki, əziyyət çəkmədən və dəyəri yüksək olan, necə deyərlər, kriptovalyutalara. Orta hesabla belə desək, yəni prosta nisbi və mütəmadi yanaşan insanlar birinci hissədən $500 ilə $1000 arası necə deyərlər, airdrop əldə etdilər. Bunun özü də kifayət qədər yaxşı bir məbləğdir. Sadəcə heç etmirsiniz, proqram açıq qalıb, gündəlik rutin istifadə etdiyinizdə bu xalları vaxtı gəldiyində dönüşdürəcəksiniz. Ona görə nə qədər point toparlasanız, o qədər yaxşıdır. Bu öz yerində. Tak, cüzdanınızı da bağladınız. Vaxtı gəldiyində mən sizə link bölüşəcəm. Link bölüşdükdən sonra siz o linki açacaqsınız. Sadəcə claim edəcəksiniz. Claim deməsə basacaqsınız. Siz görürsünüz ki, xallarınız nə qədərdir və həmən xalların ekvivalenti, yəni qarşılığında nə qədər sizə qras düşür. Həmən rəqəmi də görəcəksiniz. Təsdiqləyəcəksiniz. Sizin Cashlock'unuza göndərəcəklər. Göndərdikdən sonra da istənilən bir platformaya atıb oradan nağlaşdıra bilərsiniz. İstəsiniz Binance atın, istəsiniz harasınız, Gate atın, hansı bir şey istəsiniz atın. Oradan da nağlaşdıra bilərsiniz rahatlıqla. Bu qədər dostlar, sağ olun. Növbəti airdroplarda sizə bölüşəcəm. Linklərə də mütləq diqqət edin. Dediyim kimi, mənim motivasiyam burada linklərdir. Atacağım linklərlə xahiş edirəm qeydiyyatdan keçək. Mən də burada toparlanan airdroplar da sizinlə, tələbələrimlə bölüşəcəm.